Siz hazırsınızsa, elə biz də hazırıq. Saytda istədikləri məhsulun olub-olmadığını bilmədikləri üçün sualları yaranır. Belki de exitler şirketin produktuna dönüşmeli, exit'te yok. Sanki bu web-saytın AI marketing asistansı olursa. Sorğuları çox ciddi araşdırmalısınız. Biz müştəri tapmaq üçün heç bir marketing eləməmişik. Rəqəmləri böyütmək lazımdır, ambisiyanı göstərmək üçün. Data istəyirsinizsə artıq bu məni cəlb eləmir. Salam əziz izləyicilər, hər birinizi Gələcək üçün Bacarıqlar layihəsinin yeni mövsümünün ilk buraxılışında salamlayıram. Ötən mövsümlər olduğu kimi məhz bu mövsümlərdə biz bir-birindən maraqlı, fərqli ideyalar olan dostları tanıyacağıq. Qeyd edək ki, onların ideyalarını eləməz bu mövsümdə, yeni bölümlərdə bizim münsiflər heyətimiz dinləyəcək, dəyərləndirəcək və biləcək ki, onlar bizə hansı layihələri təqdim edəcəklər. Və hər zaman olduğu kimi münsiflər heyətimiz buradadır. Mən istərdim ki, onları sizə təqdim edeyim, amma ondan öncə qeyd eləmək istəyirəm ki, Gələcək üçün Bacarıqlar layihəsi Dövlət Agentliyinin Tabeli Qurumu İnnovasiyalar Mərkəz və Asan TV-nin birgə tərəfdaşlığı ilə yayımlanır. İndi isə istərdim ki, münsiflər heyətini sizə təqdim edeyim. Əslində, siz bizim münsiflər heyətini ötən mövsümdən yaxından tanıyırsınız. Elə indi də biləcəksiniz, söhbət kimlərdən gedir. İlk mən münsiflər heyətinin üzvünü sizə təqdim etmək istəyirəm. Qafqaz Venture Fondunun rəhbəri Məmməd Kərim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Yenə biz birlikdə düşünürəm ki, bu mövsümdə digər mövsümlər kimi maraqlı olacaq. Bir də sizi xoş gördük. Münsiflər heyətinin digər üzvü Gamepunks şirkətinin həm təşkiçisi və direktoru Vüsal Kərimov, xoş gəlmisiniz siz də. Xoş gördük. Bu mövsüm yenə bizimlə birlikdəsiz. Yenə biz də maraqlıdır ki, görək hansı gənclərimizi tanıyacağıq. Və təbii ki, digər bizim qonağımız ilk mövsümdən tanıdığınız münsiflər heyətinin üzvü Kobiyanın sədr müşaviri Zaur qardaşım, xoş gəlmisiniz. Salamlayıram hamını, təşəkkür edirəm. İkinci mövsüm yox idiniz, birinci mövsüm var idiniz. Amma üçüncü mövsümdə düşünürəm ki, sizin üçün də maraqlı olacaq. Çünki yenə fərqli və bir-birindən maraqlı ideal olan dostları tanıyacağıq. Bir də xoş gördük sizi. Və təbii ki, bizim sonuncu münsiflər heyətinin üzvü isə Kod Akademinin həm təşkiçisi və direktoru Ülvi Aslımovdur. Xoş gəlmisiniz mənim sizlərə. Salam, hoş gördük, hoşunuz olsun. Yenə biz birlikdə qeyd etdiyim kimi və bizim üçün çox maraqlıdır ki, doğrudan da fərqli ideyalar olan dostları tanımaq. Mən istərdim ki, siz hazırsınızsa, elə biz də hazırıq. Əgər bizim dostumuz da hazırdsa, ilk bizim startapçı gəncimizi səhnəyə dəvət eləmək istəyirəm. Məhəmməd Kərimov. Hər kəsə salam, mən Məhəmməd Kərimov, Convitsa startapının həm təsisçisiyəm. Mən Y Combinator-da olan şirkətlərdən birində software engineer kimi çalışıram hal-hazırda və bir gün biz Framer'da bir web sayt yığmağa çalışırdıq. Landing page'imiz orada olacaqdı və müştərilərə bir cür oradan yanaşacaqdıq ki, müştəriləri oradan çəkək. Və belə bir problemlə qarşılaşdıq ki, müştərilər gəlirdi, ancaq saytda istədikləri məhsulun olub-olmadığını bilmədikləri üçün sualları yaranırdı. Və bu suallara cavab tapa bilmədikləri üçün bu zaman D-Link bu müştərini tapmaq üçün xərclədiyi pulu itirirdi. Və bu zaman ağlıma belə bir şey gəldi ki, niyə də bu problemi həll etməyə çalışmayaq və beləliklə Convitsa Answer məhsulunu ortaya çıxartdıq. Problem budur ki, müştərilər sizin veb saytlarınıza girəndə istədikləri məhsulun, istədikləri xidmətin sizin tərəfinizdən verilib-verilmədiyini bilməyəndə onlarda suallar yaranır. Və həmin suallara cavab tapa bilmədiyi halda artıq siz bir cür conversion itirirsiniz və engagement yaranmırsınız veb saytda və düşünün ki, o müştərini tapmaq üçün siz pul xərcləmişdinizsə, o pulu da itirirsiniz. Və Convitsa Answer tam olaraq bunu həll edir. Biz Convitsa Answer olaraq Framer'da bir plugin düzəltmişik və bu plugin nə edir tam olaraq? Bu fully designer friendly, yəni Framer'da işləyən dizaynerlərə tam rahat işləyə biləcəyi bir plugindir ki, onlar rahatlıqla bu chat əlavə edə bilirlər veb sayta və sanki bu veb saytın AI marketing asistansı olur bu chat. Və bu chat sizə contextual data, hansı ki sizin veb saytın üzərində train olunur, sizin dokument datanız, sizin istənilən type dokument fayllarınızı öyrənir və sizə cavab verir. Sizin müştərilərinizə bir cür marketing edir və məhsulu sanki siz kimi danışır və satmağa çalışır müştərilərə veb saytın içərisində. Market size-ımız budur ki, marketing tech ümumiyyətlə 982,5 milyard dəyərə çatıbdır. Bizim hədəflədiyimiz əsas yersə marketing AI toolsu, bunlar da 57 milyard bir revenue'su var. Amma tam hədəfimiz isə hansı ki bəzi bizneslər ki sürətli şəkildə AI istifadə edərək böyümək istəyirlər. Bunların isə revenue'su 800 milyon olmuşdur son 2 ildə.
Biznes modelimiz budur. Hal-hazırda freemium və ödənişli olan biznes model budur. Ödənişli olan biznes modellə credit-based usage veririk. Necə ki, ChatGPT-yə biz token alıb istifadə edirik. Bizim sistemdə də elə token alırsınız və tokenlərdən, kreditlərdən istifadə edərək çatı veb saytınıza əlavə edə bilirsiniz. Rəqiblərimiz hal-hazırda Framer Marketplace-də 2 dənə plugin rəqibimiz var. Bunlardan biri Chatloom və Assist Loop-dur. Convitsa-nın onlardan əsas fərqi isə özünün marketinq asistan kimi üzə göstərməsidir və məhsulu sizin tərəfinizdən satmağa çalışmasıdır. Və ən böyük fərqlərdən biri də designer friendly olmasıdır. Çünki Framer'da olan məhsulların bir cür dizaynerlərə fokuslanması lazımdır ki, çünki bu məhsullar dizaynerlər istifadə edir və onlar bunu rahatlıqla istifadə edə biləndən sonra avtomatik olaraq sizdə müştəri cəlb edə biləcəklər sizin pluginə. Hal-hazırda 15 müştərimiz var və biz müştəri tapmaq üçün heç bir marketinq eləməmişik. Framer'dan real olaraq native bir kütlə gəlibdir bir həftə içərisində. Planlayırıq ki, növbəti Q2 üçün 100 nəfərə yaxın müştəriyə çataq və 115 nəfər müştərini adaptasiya edək Q2 kimi. Convitsa Answer sanki dediyimiz kimi müştərilərin biznesləri, AI-in biznesləri tanıyıb, bizneslərin marketinq asistanı kimi cavab verməsidir. Biz bunu ChatGPT-nin özündə eləsək necə olardı? Və burada belə bir şey çıxır ki, bizneslər AI tərəfindən görünür deyil. AI visibility olmur bizneslərin. Bizim ən böyük vizyonumuz budur ki, Convitsa Answer-dan istifadə edərək gələcəkdə böyük bir AI visibility improver, bir SaaS platforma quraq və bu platforma bir bizneslərin SEO-sunun AI versiyası deyək, olsun və bundan sonra daha böyük vizyonlara əl çatan olacağıq. Əskimiz isə 5% üçün $100,000-dır. Bu əsasən bölünəcək produktun qurulmasında və ən böyüyü marketinqdə, daha çox müştəriyə çatmaqda və biz düşünürük ki, bir il maksimum roadmap qoymuşuq özümüzə və bir il ərzində balaca bir məbləğ də olsa, yəni 5-6 milyona exit eləyək və böyük vizyonun üzərində çalışaq o məbləğlə. Dinlədiyiniz üçün təşəkkürlər. Bütün məlumatlar detallı izah olundu. Bəs deyilənlər münsifləri qane edəcəkmi? Qaranlıq qalan məqamlar layihənin görünmədiyi tərəfləri. Bütün bunları münsiflərdən eşidək. Kifayət qədər maraqlı ideyadır. Hətta ideya mərhələsində aşıb belə görürəm, müştəriləriniz də var. Mənə o müştəri hissəsi maraqlıdır ki, onlar sizi necə tapıb və siz növbəti investisiya axtarışındasınız. Onu da deyirsiniz marketinqin üçün istifadə edəcəyik. Bax, o tapanlar sizi necə tapıb və onların əsas sorğuları izləyə bilirsinizmi? O nə üçün istifadə edirlər, hansı promptları verirlər, yəni problemlərini görə bilirsinizmi? Bəli, bu problemləri görə bilirik. Tapanlar bizi native olaraq Framer Marketplace-indən gəlirlər. Fikirləşin, Framer-da hal-hazırda çox balaca bazardır. Biz ilk öncə fikirləşmişdik ki, bu əpi Shopify-da bir plugin olaraq düzəldək. Sonra gördük ki, daha balaca bir bazara yönəlməliyik ki, o bazarla böyüməyə başlayaq. O bazar böyüdükcə biz də böyüyək və Framer-da gördük ki, cəmi 300 dənə plugin var hələ. Yəni o boyda böyük bir platformadır. Ona görə dedik ki, niyə də Framer-a girməyək və Framer-a girəndən sonra gördük ki, həqiqətən ilk bir həftənin içərisində 15 dənə native müştəri gəldi Framer-dan və onların bəli promptlarını da izləyirik. Əsasən gələn veb-sayta suallar veb-saytın biznesin verdiyi xidmətlərlə bağlı olur və o xidmətlərin policyləri ilə bağlı olur ki, hansı ki, məsəl üçün, tutaq ki, mən indi ödəyib, nə vaxtdan sonra alacam məhsulu, bu tipli suallar olur və biz admin paneldə, plugində icazə veririk ki, plugin sahibinə, yəni plugini alan müştəriyə ki, o sualları analiz eləsin və müştərilərin daha çox hansı suallar doğurduğunu izləsin və bununla bu suallara cavab qoysun veb-saytına və yaxud da datalarına və AI təzdən versin həmin datanı. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partneri olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. O çünki sizin gələcək marketinq fəaliyyətinizdə vacibdir ki, siz nəyi vəd eləyəsiniz böyük bazar üçün. Ona görə o rekordlar belə sorğuları çox ciddi araşdırmalısınız. Bəli, data olaraq onu demək olar ki, hər gün analiz edirik. Uğurlar sizə. Çox sağ olun, təşəkkürlər. Təbrik edirəm sizi. Həm bu yaşınızda həm də belə bir işə başlamağınız üçün ümumiyyətlə yaxşı bir təcrübənizin olduğunu hiss elədim. İşlədiyiniz şirkətlə bağlı olaraq da bunu qeyd edirəm. Burada bir dediniz ki, Framer içərisində marketplace-dən başlamışsınız. 15 dənə müştəri də oradadır. Bu müştərilərin içərisində sizin məhsulu istifadə edərək conversion rate deyə biləcəyiniz bir rəqəm varmı? Yəni bunu chatbot kimi deyə bilərik yəqin ki, ilkin etapda. Okay, chatbotu istifadə edərək həmin e-ticarət platformasına ya da ki, həmin saytın üçün nə fayda qatmısınız?
Sadəcə o suallara cavab verməklə, yoxsa eyni zamanda satışa yönəlik bir işlərdə olubmu? Bəli, satışa yönəlik bir işdə olubdu bu günə kimi və bu olubdu əsasən portfolio saytlarında. Framer'dan hal-hazırda dizaynerlər öz portfolyolarını düzəltmək üçün istifadə edirlər. Biz Framer native bir e-commerce plugin düzəldək ki, məhsul düzəldək ki, müştərilər bir də gedib Shopify-ı inteqrasiya eləməsinlər və daha rahatlıqla Framer'da native e-commerce təcrübəsi yaşasınlar və portfolio veb saytına gələn müştərilərin əsasən meylə yönləndirildiyini görürdük. Məsəl üçün bizim sistemdə avtomatik olaraq veb sayt yiyəsinin bütün əlaqə məlumatları olur və düzgün cavab verdikdən sonra AI başlayır avtomatik olaraq lead yaradır həmin portfolio sahibinə, yəni biznes sahibinə. Ya onun mailinə yönləndirir insanı, ya onun WhatsApp nömrəsinə, ya hansı datanı veribsə AI maksimum şəkildə lead yaratmağa çalışır və bəli, biz axırıncı analizlərimizdə gördük ki, 4 dənə istifadəsimiz var idi. İkisi portfoliosu idi, yəni dizayner idi. Biri sadəcə bir ümumi biznes idi, biri də elə onun kimi ümumi biznes idi. Yönləndirilmişdi e-maillə, bütün belə deyək də, suala cavab verilmişdi və e-maillə lead göndərilmişdi və müştəri, yəni həmin o sayta girən müştərinin müştərisi həmin linkə klikləmişdi və getmişdi lead-ə. Yaxşı, bunun rəqəm olaraq da ifadə edə bilirsiniz, yoxsa yox? 4 dənə müştəridə, yəni 4 dənə plugin istifadə edəndə müşahidə eləmişik bunu ki, harasa lead yaranıb və onlardan birində rəqəm yadımdadır ki, 5 dənə lead yaranmışdı. O zaman gəlin belə deyək də, sizin dediyinizdən bunun başa düşürəm ki, sizin unikallığınız əslində o tərəfdə deyil də, unikallığınız marketinq dilində saytı danışmaq. Bəli, sanki biznesin özü kimi danışırıq. Okay, lap yaxşı. Sizin ümumiyyətlə böyümə hədəflərinizin içərisində nə vaxt Shopify-a girmək istəyirsiniz və nə vaxt bütün digər saytlar üçün də bunu açacaqsınız? Yəni şəxsən bizim üçün də maraqlı ola bilər ki, Convitsa-dan istifadə edək və chatbot kimi marketinq şeyini yaratsın. Bu nə vaxt mümkün ola bilər? Əslində bizim əsas planımız hal-hazırda Frame plugin bazarıdır ki, plugin bazarından balaca dediyimiz 7 rəqəmli exitlər eləyib, daha böyük vizyona çata bilmək üçün bir məbləğimizin olmasını fikirləşirik. Yəni o exitlərdən sonra o məbləğlə o vizyona çatmaq daha rahat olacağına görə ilk öncə yəni sadəcə plugin bazarını hədəfləyirik. Pluginlərdən exit eləyəndən sonra bəli böyük vizyona da. O zaman biraz öncə onu da qeyd edəriz ki, biz 2 milyon dəyərləməklə bu dəqiqə yatırım axtarırsınız, doğrudur? Və deyəsən doğru eşitdimsə 6-7 milyonda satış etmək istəyirsiniz. Bəli. O zaman investor üçün təklifiniz ancaq budur. 5x. Bəli. 3x. Yəni 2x, 3x şəklində mi gəlib çıxır ancaq? Əslində 6-7 milyon əslində dediyiniz kimi. Yəni onu o tərəfə biraz fokuslamanız lazım olacaq. Bəlkə də exitlər şirkətin produktuna dönüşməlidir, exitə yox. Yəni Convitsa daha da böyüməlidir bir umbrella kimi. Altında fərqli pluginlər ola bilər. Bəli, əslində məqsəd odur. Əslində məqsədimiz odur zaten. Yəni incə də qeyd etdiyim kimi e-commerce hal-hazırda Framer'a daxil olmağa çalışır. Biz e-commerce plugini düzəldəcəyik və istifadəçilər bir cür o plugindən istifadə edərək özlərinə e-commerce düzəldəcəklər və Convitsa Answer-dan istifadə edərək özlərinə AI bir marketinq bot qoyacaqlar. Elə eləyirik ki, bütün produktlar bir-birləri ilə qoşulu olsun, yəni bir-birləri ilə əlaqəsi olsun ki, birini istifadə edən digərlərinə də tələbi yaransın ki, biz o təklifi verə bilək onlara. Aydındır. Son o zaman təklif edəcəyim bir şey olacaq, bir fikir olaraq bunu qeyd edim ki, ən qısa zamanda təcrübə sürətdə qlobal bazara fokuslanıb, qlobal bazar ən böyük hardadırsa, fiziki olaraq da ora getməyiniz lazımdır. Bəli, bəli. Uğurlar sizə. Çox sağ olun, təşəkkürlər. Bu cür pluginlər təcrübədə biz görürük ki, əsasən iki cür olurlar. Biri kənar agent olaraq ümumi databazadan məlumat alır, müştəriyə verir. Bu biraz belə deyək, müştərini bezdirir. Müştəri sual yazır, amma konkret nöqtə cavab ala bilmir. Sual yazır, niyə ala bilmir? Çünki hər bir sayt, hər bir portal, hər bir ticarət platformasının spesifikliyi var. Və onu avtomatik belə çıxır ki, siz keyfiyyətli chatbot təqdim etmək istəyirsinizsə, siz lokal AI quraşdırmalısınız, onu öyrətməlisiniz. Və indi bu tam olaraq sizdə hansı modeldir? Siz daha çox güvənirsiniz qlobal AI-ların, API-larından suala cavab alırsınız, yoxsa lokalda öyrədilmiş bir platformadır? Lokalda və öyrədilmə prosesi özü necə gedir? Məsələn, mən yeni müştəriyəm, mənim e-ticarət platformam var, Bakıda yerləşir, onun çox
spesifik, bütün sualların cavabı spesifikdir. Yəni ki, nə vaxt çatdırılma məndən Amazonda eyni deyil. Deyək ki, ticarət ümumiyyətlə qaydaları, qanunları Bakıdakından, deyək ki, İstanbuldakı ticarət qaydalarından eyni deyil. Yəni bunun hamısına AI artıq cavab bilməlidir və qloballar təəssüf ki, bunu hələ bilmir, öyrədilməyib. Siz bunu necə öyrədirsiniz və bu varmı, lokalizasiya məsələsi var. Sonra mənim özüm sizə qoşulan zaman məndən küllü miqdarda data istəyirsinizsə, artıq bu məni cəlb eləmir. Bilirsiniz, mən istəyirəm ki, portal sahibi olaraq öyrədilmə prosesi özü də AI-ya güvənsin, avtomatik olsun. Bu məsələlər varmı sizin çözümdə? Bəli, var. Bizdə setup olaraq, yəni müştəri ilk öncə plugini yükləyəndə sadəcə öz veb saytına URL-ini verir, başqa heç nə vermir. Və veb saytın URL-ini verdikdən sonra tam olaraq chatbotu istifadə edə bilir. Bu zaman biz nə edirik? Veb saytınızda olan bütün dataları, Terms of Service, policy'lər, bunların hamısını crawl edirik və başlayırıq AI-ya bunu öyrətməyə bir cür. Və lokal modellərdə olur bu, bəli. Lokal modellərdə öyrətdikdən sonra AI artıq elə öyrədilib ki, sizin verdiyiniz kontekstdən qırağa çıxır. Atıram, bir müştəri gəldi, sizin bu sualına cavab tapa bilmədi. Siz bunu pluginin analiz dashboardunda görə bilirsiniz ki, məsələn, müştəri bu suala cavab tapa bilmədi. Avtomatik olaraq ya saytınızı yeniləyirsiniz, bu məlumatı əlavə edirsiniz, atıram, Terms of Service-ə və siz saytı yeniləyən kimi biz yenidən saytı quruluruq. Müştəriyə nə deyirik həmin anda? Cavab yoxdur. Cavab yoxdur, yönləndiririk sizi lidə ki, məsələn, canlı çatan. Canlı chat da eləyə bilərik onu. Canlı chat hal-hazırda funksiya olaraq yoxdur. Əgər contact information'ınız varsa saytda, ora yönləndiririk əsasən. Məndə bir təklif olacaq. Zəhmət olmasa traction hissəsini aça bilsəz. Yəni Q2, Q3 arasında 100 nəfərdən 105 nəfər üçün 115 rəqəmini yazmısınız. Yəni ki, adətən əgər böyük bir round raise edirsinizsə, yəni 100 min istəyirsiniz də, investora bu rəqəmlərlə getmək biraz sadəlövlük olar. Yəni ki, rəqəmləri böyütmək lazımdır ambisiyanı göstərmək üçün. Çünki 15 nəfərdən 100 nəfərə qalxırsınız bir kvartalda, amma 2-dən 3-ə ancaq yəni ki 15%lik bir qalxış var. Hansı ki, çox-çox aşağı rəqəmlərdir də. Rəqəmlərin üstündə biraz fikirləşin. Yəni ki. Əslində bu rəqəmlər necədir? Bu fikir verdinizsə bu rəqəmlərin toplanmasıdır. Biz adətən nə etməyə çalışacağıq? Birdən-birə böyümə planı yoxdur. Necə? 115 müştərinin 115-nin də problemlərini həll etməyə çalışmağa fikirləşəcəyik. Necə? İlk öncə 5 müştəri ilə işləyəcəyik, sonra 10 müştəri ilə işləyəcəyik. Hamısı üçün ortaq pain point tapandan sonra bu funksiyaları artıq avtomatik olaraq əlavə edəcəyik botumuza. Yox, əvvəlcədən belə deyək də, fikirləşmək ümumiyyətlə qeyri-mümkündür, siz bilmirsiniz çünki təxmin edirsiniz. Yəni o nəticə etibarilə təxmindir. Mənim demək istədiyim daha çox ambisiyanın şeyə çatdırılmasıdır, yəni ki, investora çatdırılmasıdır ki, biz böyük rəqəmləri hədəfləyirik. Yəni çünki Framer öz kifayət qədər böyük platformadır və gündən-günə də böyüyür də. Yəni o böyüdükcə siz də böyüyəcəksinizsə, rəqəmləriniz də böyüməlidir. Yəni o nəzərdə tuturam. Bəli. Və bura növbəti il əlavə olunmalıdır. Bəli. 2027. Ola bilsin bu ilə Discovery period deyə bilər. Ola bilər. Çünki orada qeyd edilib wish listi. Bəli. Yəni kontrollu bir məhsul inkişaf elətdirmək istəyirlər. Bu il daha çox başa düşdüyün hədəfləri göstərməyə çalışırıq. İkinci ildə hədəfləri göstərmək. Product market fit tapmağa çalışırıq. Ona görə onun adı odur. İkinci ildə də göstərməyə ehtiyac var ki, investor görsün ki, hara getmək istəyirsiniz. Sizdə birdən bir sürət əmələ gələcək, 1000 müştəri ola bilər. Bəli. O cəhətdən yaxşı. Və exit üçün təqribi valuation dediniz ki, 5-6 milyon. Məsələn, onu rəqəmlə göstərə bilərsiniz ki, biz təqribi neçə müştəriyə çatandan sonra artıq o valuation ala bilərik. Yəni ki, daha belə deyək də əllə tutula bilən nəticələri görə bilsin, vizyonu daha yaxşı hiss edə bilsin. Bəli, Framer'da hal-hazırda biz analiz edirik pluginləri və böyük kütləsi olan pluginlərin adətən 4-5 min arası istifadəçisi olur və Framer böyüyən bir bazardır. Pluginlər də günə-gündən artır, istifadəçilər də günə-gündən artır və fikirləşin ki, 2 ildə unicorn olub. Buna görə fikirləşirik ki, biz ortalama olaraq 8-9 min user'a çatanda exit eləməyə fikirləşirik və bu user sayında təxmini 7-8 milyon valuation'ımız olacağını fikirləşirik. Exit kim alır? Hansı şirkətlər alır adətən? Micro acquirer var, hansı ki plugin əsasən elə bazarları, plugin bazarları. Uğurlar. Məmməd, çox sağ olun gəldiyiniz üçün və bu dolğun təqdimat üçün. Sizə işlərinizdə uğurlar arzu edirik. Düşünürəm ki, münsiflər heyətinin dəyərli fikirlərini nəzərə aldınız və bunu tətbiq edəcəksiniz. Təbii, çox sağ olun, təşəkkürlər. Biz də sizə bir daha təşəkkür edirik.
Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partneri olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Bəli, əziz izləyicilər, beləliklə Gələcək üçün Bacarıqlar layihəsinin yeni mövsümünün ilk buraxılışının sonuna gəldik. Gələn buraxılışlardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın və qeyd eləyək ki, startapla yaxından tanış olmaq istəyirsinizsə, cube.icenter.az saytına daxil olub bizim buraxılışlarda gedən startaplarla yaxından tanış ola bilərsiniz. Gələn buraxılışlarda görüşənədək. Xudahafiz.